qurum çəksi idi, nə var idi? Qurum layihə göstərər, layihədən də biz görərik, dövlət də ona cavab verər. Yeri gələndə də zəng eləyərik qaynar xəttəki, gəl çəkdiyin xətt belə eləyir. Xeyirxalq iş şöhrü deyirlər ki, pis eləyirsiniz. Mən sənin üçün eləyirəm daha. Yeni Ramana ikinci sahə adlanan ərazinin sakinləri arasında qarşıdurma yaşanıb. Səbəb isə sakinlərin bir qisminin öz hesabına kanalizasiya borusu çəkmək istəyidir. Onlar tullantı sularını kanala axıtmaq istəyirlər. Kanal isə sakinlərin evinin yanından keçir. Demək, bu qonşular aşağıdan xətt çəkib gətirirlər bu kanala tökmək üçün. Biz ondan qorxduq ki, buradan xətt işləməz, üzə çıxar, iyi verər və yaxud da ki, su geri dağılar. Bizi narahat edən odur ki, sabah o aşar-daşar bizə problem olar da. Səhər bu problemdə biz onları çağıra bilək. Təhlükəmiz olanda biz şikayətimizi harasa eləyə bilək. Mən də bu kanalın qırağında qalıram, evim oradadır. Yoxsa bizim biraz narahatçılığımız odur ki, kanala yəni ziyan vurmasın. Buradan su, yəni sel zad gələndə aşıb daşı bilər. Elə ona görə biraz təhlükədir. Qarşı tərəf isə bildirir ki, aidiyyəti qurumlar məsələyə baxmadığından sakinlər özləri belə bir təşəbbüs göstəriblər. Yəni deyir ki, su qalxar, nə bileyim su daşması olar, nəsə olar deyə təhlükə o ilə əlaqədar narahat edirlər. Biz də izahatımızı verdik, qaydasını göstərdik, necə çəkiləcək, nə olacaq, bir nə də yəni problem olmayacaq, nə narahatçılıq da olmayacaq. 5 manat 3 manat pul yığıb özümüz çəkdiririk ki, bu palçıqdan, zibildən, çırşabdan qutaraq. İndi qonşular biraz narahatçılıq eləyir, amma bizə heç kəsə ziyan vurmur. Agentlik isə bilir, Azərsu da bilir, hamısı da bilir. Onlar dedi ki, bizim imkanımız yoxdur çəkməyə. Gedin öz vəsaitinizdən çəkə bilirsiniz. İcara nümayəndəsi də gəlmişdi. Xəzər rayonu, hamısı bələdiyyəsi də gəlmişdi, hamısı da bilir. Məsələ ilə bağlı iri şəhərlərin Birləşmiş Su Təchizatı xidmətinə müraciət etdik. Bildirildi ki, qeyd olunan ünvanda mərkəzləşmiş tullantı su şəbəkəsi mövcud deyil. Təchizat sistemi olmayan ərazilərdə Su Ehtiyatları Agentliyinin sifarişi ilə şəbəkənin qurulması üçün müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası, təchizat sisteminin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Şəbəkələrin inşası agentliyin tədbirlər planına uyğun olaraq mərhələli şəkildə aparılır. Hər hansı kanal tullantı suyunun axıdılması üçün nəzərdə tutulmayıb. Ətrafda xoşagəlməz qoxu və mənzərə yaratmamaq üçün, həmçinin mövcud su hövzələrini çirkləndirməmək məqsədi ilə təchizat sistemi mövcud olmayan fərdi həyətyanı sahələrdə əsasən tövsiyə edilir ki, şəbəkənin qurulacağı müddətə qədər şambo və ya septik quyulardan istifadə edilsin. Görünən odur ki, problemin həllini tapması üçün sakinlər biraz da gözləməli olacaqlar. Ümid edirik ki, o vaxta qədər qonşular arasındakı problem daha da qabarmayacaq. Biz də öz növbəmizdə problemi diqqətdə saxlayacağıq. Siz də probleminizin işıqlandırılmasını istəyirsinizsə, qaynar xəttimizə müraciət edə bilərsiniz.